Yasamalda quzu səbətinin ucuzdan da ucuz verildiyi gizli bir yer var. Qiymətləri şişirdib dağ başına qoyan restoranlar yaxşı baxsın. Tək dadına görə yox, qiymətinə görə gəlirlər həm də. 60 manata səbət harda var? Yasamalda var. Xan House təndirdə bişən quzu səbətinin münasib qiyməti ilə məşhurdur. Yəni bu qiyməti kimə deyirsən inanmır. Yeybiçən oğlanlar sözümü təsdiqləyər. Bakıda normal restoranlarda quzu səbətini minimum 75-100 manat arası satırlar. Amma Xan House-da bu qiymət 60 manatdır. Ətin çəkisi isə 2 kiloya yaxın olur. Dadına isə söz yox. Dostlarımız Allah şahidi. Ət pambıq kimi idi. Ümid eləyirəm ki, hamıya belə verirlər. Çox yerdə səbəti qurudub verirlər. Burada ət pambıq kimidir. Xan House-un terrasında qazan yeməklərinin paradı var. Quzu öz şirəsində. Turşulu, zoğallı can əti. Bu çevirmə maçadır. Hansı tərəfə çevrilir? Bu ocaq döyməsidir. Bu tərxunlu can ətidir. Bizim 5 nəfərlik məclisdə quzu səbəti ilə yanaşı soyuq qəlyanaltılar, qazan yeməklərindən rozbif, ev sayağı tuşonka, vişnəli can əti, duşesi, kompotu, çörəyi hamısı birlikdə neçəyə başa gəldi onu da göstərəcəm. Soyuq qəlyanaltılardan bir dənə bu pomidorlu məzəni bəyənmədik, dadı ürəyimizcə olmadı. Ev sayağı tuşonka standart, rozbif isə möhtəşəm idi. Qazan yeməklərinin bir porsiyası 10-12 manat arasında dəyişir. Hesab gəldi. Özünüz baxa bilərsiniz, tam-tamına 130 manat. Düzünü deyin görüm necədir? 5 nəfərə adama 26 manat. Xan House-un zalı, kabinetləri və pullu-pulsuz parkinqi var. Bura statistika dairəsindən biraz yuxarıda solda yerləşir.